Adı gel sana bir de anekdot danışım. Evet. Danışım. Bir gün Meştağa'da bir tane pir var ya aşağıdan pilekanla düşürsen onun adı nedir? Çıraq. Yo böyle düşürsen pilekanla sağda meçit kimi de aşağıda da bir tane de yer var. Ziyaret yeri. Ocağı deyirsən, ha? Pir Həsəndir kızım. Nədir adı oranı? Bir də yazın. Qapı. Yo 7 qapı deyil. Pilekanla düşürsən belə yekə meçit kimi də var. Hələ Seydibad. abi. Ada getmişəm Seydibada. Birinci kərəmdir də. Getdim pilekandan düşdüm aşağıda dua elədim. Yan tərəfdə də bir dənə o qədər dua elədim, konfet yığdım ciblərimə zat. Sağ tərəfdə də bir dənə velosiped qoyublar, şüşədən gördüm. Elə bildim Allah rəhmət eləsin, Seydibadın velosipedidir. O velosipedi o qədər uşaqlarımla öpdüm, dəmirlərini, tutacaqlarını ki Allah anamı salamat eləsin. Allah şoferləri sağ eləsin. Allah mənə də maşın yetirsin. Deməmiş ki Seydibadındır göre. O yandan gədə gəldi ki ustanındır. Mən də neçəsə o qədər dua eləmişəm, o qədər dua. Bütün millət də yuxarıdan mənə baxar, deməmiş ki çəkir. O qədər velosipedi öpdüm. Yəni, o qədər qəlbim gözəldir ki mənim. O qədər saf insan. Qəlbin gözəl, ağzın şirin, velosipedi yalayırsan orada. Dedim ki elə bildim ondur da. Dedim bəs... Həsə o vaxtda velosiped olub, ne giz-giz danışsana. Adı tökülmüş velosiped idi də, belə tökülüb nə gündəyim, nə gündə Nikolayın. Elə bildim ondur da, o qədər öpdüm, o qədər, Allaha qurban olum. Allah mənim qəlbimi bilir. Anamın da velosiped öpməklə Allah qəlb bilirsə, mənim da sənin sözüm yoxdur la. Ben dedim Seydibadındır da. Sen 9 bey sene uğraş, sen doğrudan senin Yok. başında problem var ya var. Adı yok ya ben 4 mənfidir qanım. Vallahi. 9 da qan var, təzə çıxır, görsən, təzə yetir.